zəifdir, yiyəsizdir, hər küçədən keçən onu minə bilər də, hə? Sən belə normal kişisən, eşidirsən, bütün klublar var ya, 15-16 yaşlı qızlarla belə də giriblər bir-birinə. Get orada oynayan klublardakı qızları yığsan. Ondan sonra sənə deyirəm, haladır. Mən gün ortada dedim, qeyd etdim. 14 yaşında Allah üçün Bakıda yaşayıram. Gəzmədiyimdə yer yoxdur. 14 yaşında başda klublarda qız yox. Sən o qızın anasını qınaya bilərsən. Sən oğlana rəhmət, nə bilim, nə oxuya bilmərsən. Mən uşaqlarda günahı ki? görmürəm. Talış qızı, bir dəqiqə üzr istəyirəm. Mən uşaqlarda günahı görmürəm. Mən yenə də təkrar eləyirəm, öz sözümün üstündə dayanıram. Bunlar elə bir dövr yaşayırlar ki, bunları anlamaq lazımdır. Yəni, bunların müəyyən bir devirləri var. Sadəcə günah bunların valideynindədir ki, bunlar 1 yaşından normal qaydada tərbiyə almayıblar. Sadəcə Xanım, qız onsuz da nə bilim, orada burada oğurluq edən biridir. O yetim oğlanı pis günə qoydu. Özü qaldı, kəş o qız ölərdi, amma oğlan yəni yaşayardı. Yazıqdır. Allah bilsin bundan sonra kimləri ilişdirəcək. Talış balası, sən quzu kəsənəm. Bir dənə xahiş edirəm. Mən bir sənə bir iki dənə sual verim. Elə bir ki, bir dənə qardaşın sənə sual verir, bir dənə qardaşıma cavab verir. Buyur. İndi səndə elə bir təəssürat, bu qız tanınmış olduğuna görə sən belə fikir bildirirsən də, düzdür? Nə tanınmışdı ki, onu tanınmış falan deyil. Heç nə tanınmamışdı, tanınmışdı. Onun obyektlərinə girib nəsə oğurlanmaqla. Qulaq as da, bacım, səndən xahiş eləm artıq. Neçə yaşınız var? Mənim 26 yaşım var. Allah sənə ömür versin, inşallah nəvə nəticə yiyəsi olasınız. Çox sağ olun. Uşaq elə bir şeydir ki, yəni 10 dənə uşağın dalıcan düşmək olmur. İndi deyəsiniz ki, onun dalıcan düşmək olmur, 5-in düzəldir. Olur. Mənim atamgil 13 dənə uşaqdır, olur. Ay mənim bacım, bir qulaq asın. Bunu əkəndə yaxşıdır, bunu saxlayanda pisdir bəyəm. Ay mənim bacım, bir dənə qulaq asın, sənə fikrimi satdırım, səndən mənə nifrət yaranır. 5-10 dəqiqə sənə fikrimi satdırım, çıxıb gedirəm. Mənim burada çənə döyməyə vaxtım yoxdur. O uşaq hamımızın balası ola bilər, düzdür? Hamımızın balası. Elə balaya yiyə durmaq lazımdır. O uşağın Mail Kərimli gətirdi, cəmaata tanıtdırdı. Şərt onu pisliyi eləmədi. Siz onun adını çəkməyin. Nailin adını pisliyə çəkməyin. O pisliyi eləmədi. O yaxşılığa, o bilsəydi o elə insandır. Baxın. Ay gözəl insanlar, bu da tək siz deyilsiniz. Bir danışın, bir dinləyin, sonra fikir bildirin. Zəhmət olmasa biri danışsın, qutarsın, sonra birisi danışsın da. Bu qədər Azərbaycanda təsavvürlər var. 19 yaşında bayaq varım. Şəhid anası idi, bilmirəm, hörmət. Konkret o xanımın dedikləri mənə ləzzət elədi. 18 yaşında bizim Qarabağda... Şəhid anası falan deyildi. Mən o xanımı gözləyirəm, heç kim də mənə buradan çıxartmasın. Şakrobay gözləyir bir dəqiqə, zəhmət olmasa. 14 yaşında bir uşağı hamama çağırmağın nə dərəcədir? Ay bunlar nə var? Mən icazə verirsiniz. Mən 3 dəfə qoşulub atıblar aşağı, üst vaxtı. Bura mısın? Şirkət qoyunu otarsan, can burada cəmaatın vaxtını alma. İmkan verin, cəmaat sözünü bitirsən, sonra cavab verin. Mən bir dənə sözümü dinləyim. Xahiş edirəm. Pedofil deyib düşürsünüz ortaya. Siz 19 yaşında uşağın hələ o pedofil sözünün mənasını bilmədiyiniz üçün nətə düşünürsünüz ki, 19 yaşında ölən adamın dalınca danışırsınız? Qaqaş, bir dənə xahiş edirəm, heç qarışmasın. Şakuru, sənin sözün var. 35 yaşın var sizin. 35 yaşında, 22 yaşında, 19 yaşında olan düşüncələrin eynidir. Bəli. Eyni düşüncədə olmuşsan, 19 yaşında. Bəli. Bunu sənə ispat edə bilərəm. And ola Allaha, ondan oynası yoxdur. Gözümün içinə kimi yalanlar. Görsən, mən sənə artıq heç nə demirəm. Mən də artıq demirəm ki. Liboy bir insan, liboy bir insan. Qulaq as, Rəfail. Bir dənə qoymaq kimi tamamda, bir yaxdan sən danışsan. Qardaş, sənə mən fikrin lazımdır. Sən o dediyin sözündən mənə bəllidir ki, sən nə tər adamsın. Mən nə tər adamım, mən liboy bir insan deyirəm. Bir il keçdikcə, insan yaşlaşdıqca, onun həyata baxışı da, fikirləri də hamı dəyişir. 19 yaşındakilər, 35 yaşındakilər. Sən o bir kəlmə sözündən mən bəllidir ki, sən o nə düşüncədə adamsın. Mən özümdən götürürəm. Qulaq as bir dəqiqə. Mən 21 yaşımda, 21 yaşım olanda, indi 38 yaşım var. Məndən 5 yaş kiçikdir. 16 yaşında qızla danışırdım, görüşürdüm. Sən mənə deyə bilərsən ki, şərəfsizdən uğraşsan, bir öləni dalda danışsan. Qulaq as, sən.
Rəfah, mən bir direktə yaz. Sualına cavab ver də, Şaxta Bey, sualına cavab ver. Bu qız da, bu qız da, bu qaqaşdan 5 yaş kiçik olub. Qızı olub 14, bu oğlan olub. Sən istəyərsən, sən neçə yaşında qızla danışırsan? Mənim isteməyimə qalanda, mən istəyirəm ki, ümumiyyətlə ölkəmin, vətənimin heç bir qızı pis yolda olmasın. Qulaq as, Kafeylər, bazar Rəfah, soyudur. dağlı balası. Mən Dağlı istəyirəm, balası, bir xahiş edirəm, qulaq as, sən ola. Hə, Neçə yaş, 16 yaş, indi neçə yaşın var sən? 38. 16 yaşında qızla görüşürdün. O 21 yaşın, mənim 21 yaşım olanda, 21 yaşım olanda, Hə. 16 yaşında məndən 5 yaş kiçik idi qız. Onda mən qızla görüşürdüm. İndi o qızın valideynin yerinə özü qoysa, ləzzət eləyər o. Salam aleykum, hər vaxtınız xeyir olsun. Sən, yaxşı, sən hər pozğunun, hər yolda keçən yerinə özünü qoya bilirsən, hə? Ay qaqaş, qulaq as da. Və bu söhbət müzakirə nədən gedir ki? Sən müzakirə etmirsən, sən ölən adamı söyürsən. Ölən adamı əsla söymürəm. Mən qələt eləyirəm. Mən kiməm ki, ölən Orada da adamı bir söyləyirəm? ağız qalmış söymüşdür. Nətən söymürəm? Nələr dedin bayaq ölən dalınca bayaqlara? Mən söyləyirəm. Hə? Sən mənə sübut edirsən ki, mən ölən adam söyləyirəm. Hamınızın axşamı xeyir olsun. Müəllimlər, bir dəqiqə üzr istəyirəm. Məni indi qoşdunuz. Buna vaxt imkan vermir. Ay müəllimlər, Rafael müəllim. Mən hər gün o qızı görürdüm. Bir saniyə üzr istəyirəm də sizdən. Bu oğlan Allah rəhmət eləsin. İndi hər ölən bir insana rəhmət düşür. Yəni çox adam orada çox söz yazır, amma düzgün deyil də. İndi hamının övladı var. O oğlan o qızla 7-8 ay idi ki, bir evdə yaşayırdılar. Çünki hər gün o qız gedirdi orada burada oğurluq eləyirdi, dilənirdi, hər nə iş görürdüsə, o oğlan bütün günü onu, telefonu da yox idi, onun bunun telefonu ilə qız yığırdı, kimdə telefon görürdü, xahiş eləyirdi ki, bir dəqiqə telefonu verin mənə. Qara dediyi oğlan da, indi onun burada qohumu var, tanışı var, mən bilmirəm, amma mən fakt, Allah göydən şahiddir ki, mən gördüyümü deyirəm. O oğlan ona filan şalvarı istəyirəm, filan kutqanı istəyirəm. İndi hamı qızı yıxılana deyir, balta çalan çox olur. Az yaşlıydı deyənə, qızdan çox istifadə edirdilər. 8 Martda anasına nələr hədiyyələr, bütün dükanlardan oğurluq eləyirdi, hədiyyələr aparırdı. Nə vaxt o qızı görürdüm mən, küçədə görürdüm, Əcəmidə görmüşəm, çox görmüşəm. Yanında da bir bacısı var idi, Zeynəb adında. Bir dişi də yox idi. Bütün bu TikTokda oğurluqla görünən görüntülər, hamısını o qızı mən hər gün görüb ona deyirdim ki, eləmə belə şeylər. Nəinki mən. Yəni o getdiyi bir yer var idi ki, hansı ki o yerdə saçını klatq eləyirdi, ya neynirdi. Bütün mikroyonda, bütün mikroyon onları tanıyırdı. O oğlan yaşı da ki 14 deyil onun. 17 yaşı var. 14 yaşı 3 il bundan qabaq idi o Nailin verilişində çəkiləndə. Bugünkü gündə də o qız çox şokdadır. Yəni heç inanmırdı ki, oğlan ölüb, rəhmətə gedib. Oğlanı sevirdi, oğlan bunu sevirdi. Oğlan bundan əl çəkmirdi. Bu da oğlandan. O rəhmətə getdikləri, oğlan rəhmətə getdiyi evdə, bunun anası da o evdə yaşayır. Oğlan da o evdə yaşayır. Hər gün bu qız da oğlan taksini də vururdu. Qıza deyirdi tez elə karta pula, taksi bu qədər yazdı. 8 manat yazdı, 7 manat yazdı. Gedirdi o qızı özü götürüb özü aparırdı. Yəni çox adam çox söz danışır burada. Amma fakt hər gün mən görüb o adamı, o qızı, oğlanın da danışıqlarını, oğlan bunu söyürdü də, döyürdü də, qız oğlandan əl çəkmirdi, oğlan da qızdan əl çəkmirdi. Bir-birlərini istəyirdilər. İndi yeniyetmə cavan yaşında, yəni anlayışsız bir uşaq olublar da hər ikisi. Qız da zəhərlənib, qız qorudan gedib Semaşkiyə qaçıb oradan. Qaçıb, o bilmirdi ki, oğlan rəhmətə gedib. Ona görə də evlərinə gedib, orada zapis eləm, Tolikin, da TikTokda var idi ki, Tolikin anasının səsini deyirdi ki, qız gəldi, duxulandı, getdi. Qız şokdaydı, qız heç bilmirdi ki, oğlan rəhmətə gedib. Yəni hamını pisləyir də burada, lənətləyir də. Amma həm qıza yazıq olub, həm oğlana. Qızın dünənlərin bu metronun yanında, Əcəm metrosunun yanında 2 dəfə ürəyə gedib. Yəni o heç bilmir. Mən qızı nə burada qızın ya leyhinə danışmıram, ya əleyhinə, ya da oğlanın da rəhmətliyində həmçini. Amma ki, vallahi hamı bildi, bilmədi, hamı danışır, hamı danışır.
Yəni biz neçə də- adam şahid olmuşuq ki, o getdiyi salonlar var ki, mikrorayonda. Bir dəqiqədə Neyse üzr kardeşler, istəyirəm. mən çıxıram. Allah sizin canınızı sağ eləsin. Öz subyektiv fikrimi deyirəm ki, 14 yaşında bir qız uşağına damaq salan pedofildir. Deyir 17 yaş var, yenə deyir 14 yaş var. Bu kişi nə danışır? Ay, 14 mən yaşı özümdən bir şey yoxdur. istədim. Ay müəllim, 17 yaşı Yəni qulaq var. asın. 14 yaşı Yəni üçün qulaq asın bundan qabaq sözümə. idi. Mövzudan kənar bir şey toxunacağım. Burada Talışın oğlu 42 var. Burada mənəm deyib danışma. Maşenik, dələduz, ondan bundan 40 mal pul alırsan, atmırsan pulumuzu, qaytarmırsan, şərəfsiz. Burada boruz danışma deyil, özümü Niyə göstərməm. atırsan, tanımırsan, niyə atırsan cəmaata pul? Atma. Xəstə, canlı açır deyir borca 30 mal, 40 mal. Atma, tanımırsan, niyə atırsan, atırsan atma. bloka. Valla Belə hamı öz maşenliklər- dərdindən danışır burada. Hə. Yəni kimsə kiminsə rəhmətə getməyinə görə burada canlı açıb özü Bəyəxdən üçün kişi ilə o tutuklama xanım burada yığmasın. yazıq oğlan deyir cəhənnəmli olsun. Yazıq deyil. Nə olub? Niyə cəhənnəmli olsun edinən? İndi daha onun da taleyi ilə yazılmışdı da. Bir dənə şey. Bəyəxdən o birisi xanımı gözləyirəm. Hara getdi, gəlsin mən ağzına gələn dedi. İndi buradan çıxan kimi onu verəcəm məhkəməyə. Gələndə bir dənə sözüm. Mən vallah işim metrona Qaçdı, qaçar da. Bizə nə qədər adam aldadı. Yalan deyən bərəm. Mən metroda hər gün mənim kimi də hamı görür. Yəqin ki, bir şəhərdə metro deyil, ümumiyyətlə. 14-15 yaşında qızla, 16-17 yaşında, 18 yaşında, yəni öz yaşında qızla oğlan qucaqlaşıb otururlar metroda. Nə bilim bir-birini quz belindən də tutur. Bunlar yəni bir yerdə də. Yəni bunlar hamısı pedofildir. Yoxsa bunlar hamısı istismar nə danışırsınız? Siz də baş deyirsə nədir o gəzdirdiyi O dağlı qardaş düz deyir. Yəni 19 yaşlı oğlanla 17 yaşlı qızın yəni münasibəti, sevgi olmağı belə yaş fərqinə görə normaldır. Yəni bir də yəni bu qızı söyürlər, oğlanı lənət oxuyurlar. Bir də fikir bildirim də, yəni bir nəfər də görmədim ki, yəni bu boyda adamlar. Qardaş, bir də özür istəyirəm, fikrimi tam deyim. Bir nəfər də görmədim ki, desin ki, bunlarda yox deyil günah. Bunların nə bilim, iradını bunların valideynlərinə bildirsin. Bu vəziyyətə gəlməkdə valideyn deyə səbəbkar. Bunlar deyil. Qardaş, bizim dədə babalarımız, nənələrimiz 15 yaşında, 14 yaşında evlənirlər. Oğlana rəhmətdə düşür, qıza da Əlbəttə ki, adamın valideyn. yazığı da gəlir. Vallahi kimsə deyir nə bilim, oğlan pedofildir, zatdır. Qızı düz yola çəkmək Qardaş, lazımdır. uşaqdır, ikisi də uşaqdır. Qızı çəkmək lazım düz yola, qardaş. Nə düz yola, hamısı düz yola, hamısı düz yola. Bu rəhmətə Hamısı gedər. düz yola. Oğlana nə ata-ana, yəni eşitdiyimə görə də oğlana ata-ana dəstək durmuyor. Oğlanın Yetim atası çeliklə yox idi. böyüyür. Oğlanın atası yox idi. Oğlanın bir Ha. anası idi. Mən yəni sizə dəqiqliyin deyirəm də. Onlar da yaşayırdı Enzi, hətta Keşlədə mi? Keşlədə də başım Keşlə Enziz. O zonada yaşayırdı. Bu Biz tərəfdə. bu qız da ki, onlarda qalırdı. Rovno 6 ay idi ki, 5-6 ay idi ki, qız küçədə yığışıb onlarda qalırdı. Oğlanın anası da ki, fakt bunu öz evlərində saxlayırdı. Yəni bu dəqiq bir söz mən deyirəm sizə. İndi bugünkü gün hamı bir söz İndi deyir. hamı sussun, mən söz deyəcəm. Oğlanın Buyurun. anası qoşuldu canlıya, heç kim danışmasın. Ağladı, sızladı, dedi ki, oğlum onu sevirdi. Mən etirazımı bildirirdim, deyirdim olmaz. Oğlum deyirdi, onu mən düz yola çəkəcəm falan filan. Demək ki, ana bilirmiş də, ana qəbul, Bəli, ana o qızın bəli. hədiyyələrini də qəbul eləyib, hər bir şeyini də demək Bəli. ki, qız da olanı bunları saxlayırmış. Bəli, Mən də bəli. buradan Bax demək düz. istəyirəm ki, sonra da deyir ki, qız eləyib, qız öldürüb. Mən də hətta Yox, dedim qız ki, heç ola bilməyib bilməz. xanım. Qız da bilməyib. Mən Mən ondan atırdı qızın boynuna bir dəqiqədə Vəfa xanım, Buyurun. məni dinlə, mən deyəcəm. Mən də hətta orada dedim ki, dedim ki, o qız onu öldürə bilməz. Qız öldürsə, qayda var, qanun var. Qız indi içəridə olardı. Bu da 2. İndi mən buradan oğlanın anasına səslənirəm ki, ay xanım, gəlib burada aktrisalıq eləməyin nə idi yalandan? Sən qızın hədiyyələrini qəbul eləyirsən, evində qızı saxlayırsan, indi gəlib bu nə haqqadır verirsən? Mən nə deyirəm? Mən deyirəm ki, günah valideynlərdədir. Vəssalam, qızın da valideynində, oğlan da.